Autizm pozuntusunda dərman müalicəsi yoxsa davamlı təlim? Təbii ki, burada birinci növbədə autizm spektrum pozuntusunun dərəcəsindən asılı olaraq və göstərmiş olduğu simptomlardan, belirtilərdən yola çıxaraq dərmanla birlikdə təlim, yoxsa sadəcə təlim qərarını veririk. Multidisiplinar bir dəyərləndirmə aparıldıqdan sonra əgər dərman təlim prosesinə dəstək olacaqsa, daha da asanlaşdıracaqsa, yəni əgər övladınızda zərər verici davranışlar, özünə zərər vermə, hər hansı dürtü, durum kontrolsüzlüyü varsa əgər, bu hallarda ilaç dəstəyi ilə, tədavisi ilə deyil, otizmdə bir dərman müalicəsindən söhbət getmir, dərman dəstəyindən söhbət gedə bilər. Bu isə təlimləri daha yaxşı halda bizim icra etməyimizə dəstək olacaq. Yəni sizdə dərmanlar sadəcə olaraq dəstəkləyici vasitədir? Yəni dərman müalicəsi təəssüf ki, autizm spektrum pozuntusunda mövcud deyil, ancaq o demək deyil ki, dərman olmaz. Valideynlər adətən dərmanlara qarşı çıxır, ancaq mütləq formada əgər uşağın buna ehtiyacı varsa və təlimə müsbət təsir göstərəcəksə, mütləq formada dəyərləndirilir və bunun əsasında psixiatr tərəfindən ilaç təyin olunur və təlimlər də müşahidədə saxlanılaraq daha düzgün və məhsuldar formada davam etdirilə bilir. Minnətdaram.